Vətənimizə düşmən təcavüzü başlayanda Tozlu oğullar və ərazilərimizin müdafiəsinə atıldı. Dondar Quşçu kəndi vətənin müdafiəsində 15 şəhid verdi. Bu dərs ilinin ilk günündə Dondar Quşçu kənd orta məktəbinin həyətində 15 şəhidin xatirəsini əbədiləşdirən kompleksinin açılış mərasimində çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün şəhidlərin döyüş və həyat yolunun öyrədilməsinin rolundan söz açıblar. Qeyd ediblər ki, kompleks şagirdlərdə vətən, xalq məhəbbətinin artırılmasına, onların milli mənəvi dəyərlərimizə sadiq olmağa sövq edir. Natiqlər son illər ölkəmizin qüdrətinin artırılması istiqamətində atılan addımlardan, ordu quruculuğunda görülən işlərdən söz açıblar. Qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizi işğaldan azad etməyə hazırdır. Şəhid ailələri kompleksin yaradılmasında xidməti olan hər kəsə minnətdarlığını bildirib. Məktəblilər vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər. Vətənimizə düşmən təcavüzü başlayanda Tozlu oğullar və ərazilərimizin müdafiəsinə atıldı. Dondar Quşçu kəndi vətənin müdafiəsində 15 şəhid verdi. Bu dərs ilinin ilk günündə Dondar Quşçu kənd orta məktəbinin həyətində 15 şəhidin xatirəsini əbədiləşdirən kompleksinin açılış mərasimində çıxış edənlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün şəhidlərin döyüş və həyat yolunun öyrədilməsinin rolundan söz açıblar. Qeyd ediblər ki, kompleks şagirdlərdə vətən, xalq məhəbbətinin artırılmasına, onların milli mənəvi dəyərlərimizə sadiq olmağa sövq edir. Natiqlər son illər ölkəmizin qüdrətinin artırılması istiqamətində atılan addımlardan, ordu quruculuğunda görülən işlərdən söz açıblar. Qeyd ediblər ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizi işğaldan azad etməyə hazırdır. Şəhid ailələri kompleksin yaradılmasında xidməti olan hər kəsə minnətdarlığını bildirib. Məktəblilər vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.